Mənə çox zaman oğlum sual verir ki, mən niyə kitab oxumalıyam? Uşaq o zaman xoşbəxtdir ki, o valideynlərinin yanındadır. Valideyn bu prosesdə daha çox kim olmalıdır? Dost, yol yoldaşı, yoxsa nəzarətçi? Yenilənən dünya ilə yerimək lazımdır. Ondan geriyə qalsan, geridə qalacaqsan yəni. Budda da belə deyirdi, həyatda hər şey nisbidir. Evrika yaxşı məktəbdir. Çox sevinirəm ki, mənim uşağımın burada yaxşı dostları var. Həyatımızı dəyişə biləcək 5 kitab adı desəniz, bu kitablar hansıları olardı? Ən ağır sual. Kitab yaxşı yol yoldaşıdır. Yaxşı sirdaşdır. Dincilik axtardığımız həmin sakit köşədir. Getmək istəmədiyimiz ünvanlar üçün xəbərdarlıqdır. Olmaq istədiyimiz kimliyin yol xəritəsidir. Bir xalqın mübarizə dilidir. Böyük bir millətin yaddaşıdır. Xülasəsi, kitab həyatı anlayan insanlar üçün bu dünyanın ən maraqlı, ən saf qatıdır. Bugünkü qonağımız kitabı sadəcə işi deyil, missiyası bilən bir şəxs. Çağdaş obrazı, adekvat münasibəti ilə seçilən bir imza. Qanun nəşriyyatının təsisçisi, eyni zamanda Evrika liseyinin ən dəyərli valideynlərindən biri Şahbaz bəy Xudoğludur. Bizə təsir etməyən kitab deyil. Kitab içimizdəki donmuş dənizi qıran bir vasitədir. Kafka belə deyirdi. Bəs Şahbaz Xudoğlu üçün kitab nədir? Nəyi ifadə edir? Kafkadan sonra kitabın dəyərinə qiymət vermək biraz asan deyil. Ümumiyyətlə, mənə görə kitab dəyişəndir. Kitabdan sonra bütün sivilizasiya yerindən dəyişib. Yəni, kitab olmazsa, bütün bugünkü nailiyyətlərin heç biri olmaz. İnsanı adi canlılardan fərqləndirən məsələ kitabdır. Onun düşüncə tərzidir, düşüncəsidir. Düşüncənin qidası da əlbəttə ki, gəzməkdir, oxumaqdır, kitabdır. Yəni, onu kitabsız təsəvvür etmək olmaz. Çağdaş dövrdə valideyn olmağın müsbət və mənfi tərəfləri sizcə hansılardır? Baxın, uşaq böyütmək çətin deyil, məsuliyyətdir. Sən əgər onun məsuliyyətini bilirsənsə, dünyaya uşaq gətir. Ya bilmirsənsə, gətirmə. Bizdə bir kitab var, uşağını fransız kimi böyüt. O kitabın müəllifi Amerikalıdır, gəlir Fransaya və görür ki, buradakı uşaqlar tamamilə fərqlidir Amerika uşaqlarından, Fransadakı uşaqlar. Bunun da uşağı vardı və görür ki, masa arxasında fransız uşaqlar özünü fərqli aparır. Amma mənim uşağım tamamilə fərqlidir. Məsələn, yemək vaxtı gəlməz, yatmaq vaxtı yatmaz və s. Heç bir qrafikə əməl etmir. Sonra bu başlayır Fransalı xanımlarla görüşlər keçirməyə, ünsiyyət qurmağa və onların evlərinə getməyə. Orada başa düşür ki, bir fransız xanımı ailə qurmazdan əvvəl o özünə bir kitabxana formalaşdırır. Bəlli bir kitablar var ki, onları mütləq bir fransız xanımı oxumalıdır. Sonra ailə qurmalıdır və uşaq dünyaya gətirməlidir. O artıq uşaq dünyaya gətirməzdən bir xeyli əvvəl bilir ki, o uşaq dünyaya gətirəcək və onu necə böyüdəcək, harada oxudacaq, hansı kitablar oxudacaq, hansı yeməklər verəcək və s. Təsadüfi uşaqlar dünyaya gəlmir yəni. Yəni, bizim həyatımızda da uşaqlar təsadüfi olmamalıdır. Bizim həyatımızda planlı olmalıdır. Əvvəlcə onu yerinə eləməliyik, sonra onları dünyaya gətirməliyik. Yoxsa ailə quraq, uşağı dünyaya gətirək və evsiz, eşiksiz, necə gəldi ona qidalandıraq filan, belə olmamalıdır. Uşaq böyük bir məsuliyyətdir və bu məsuliyyətin altına girməzdən əvvəl bir özünün çiyin yükünü yoxla, gör onu daşıya bilirsən ya yox. Sizcə valideyn bu prosesdə daha çox kim olmalıdır? Dost, yol yoldaşı, yoxsa nəzarətçi? Əlbəttə ki, bu valideyn ona yol yoldaşıdır, nəzarət deyil yəni. Baxın, ümumiyyətlə, nəzarət yalnız həbsxanadadır. Nəzarətçi var orada. Qalan yerdə, heç yerdə nəzarət yoxdur yəni. Biz uşağı dünyaya gətirmirik ki, ona nəzarət edək. Biz uşağı dünyaya gətiririk ki, ona yolla onu böyüdək. Yəni, onun axarına uyğun, onun istəyinə uyğun. Bu həyatı görsün, dəyərləndirsin, sevinsin bu həyata gəldiyinə görə. Daha dərhal qüssəyə, qəmə, ondan kədərə təslim olmasın yəni. Biz onu düzgün yolla aparaq və getmək istədiyi yola daha tez gedib çatsın, bizim qədər gecikməsin və s. yəni.
21-ci əsrdə, yəni valideyn olmaq sizə görə rahatdır keçmiş dövrlərə nisbətdə. Əlbəttə siz indi düşünün ki, siz təqribən 2000 il bundan əvvəl mən yəqin dünyaya gəlmiş olsaydım və orada hər yerdə məni hansısa bir aslan, pələng, nə bilim nə tutub yeyərdi yəni. Və çox sakit bir ceyran kimi qaça bilmirsən. Ondan özünü qorumaq imkanların məhduddur. Hansısa bir əjdahanın yeminə çevriləcəkdin. Amma indi səni bu dünyada heç bir təhlükə gözləmir. Yəni əgər əlbəttə ki sən özünü qoruya bilirsən, hətta mən 60-70 il əvvələ qədər insanların əksəriyyəti təsadüfən ölürdülər. Biri bilmədən əlini toka vururdu, ölürdü. Biri daşqına düşürdü. Bilir daşqında, amma özünü atır ora, bilmir, hesablaya bilmir. Və yaxud da təzə maşın gəlirdi, avtomobil təzə gəlir. Bilmir ki, məsələn, hardan sürmək olar, hardan sürmək olmaz və hara gəldi sürürdü və dərhal avtomobil aşırdı, həyatını itirirdi. Yəni belə təsadüfi ölümlər çox olurdu. Amma indi tədricən bu şeylər aradan qalxır. Yəni insana daha fərqli bir qiymət var. İnsan tamamilə fərqli bir münasibətdədir, fərqli bir deyək ki, müstəvidədir. İndiki insanla siz 500 il əvvəlin, hətta 100 il əvvəlin insanını bir araya gətirə bilməzsiniz yəni. Müqayisə olunmaz dərəcədə fərqlidir indi insanda. Amma niyəsə valideynlər qlobal dünyanın rəqəmsallaşmağından nisbətən qorxu keçirir və texnologiya onları hardasa bir növ qorxudur. Mən sizə sadə bir misal deyim. Məsələn, əvvəl imtahanda bu hesablayıcı maşından istifadə eləməyi qadağan etmişdilər. Və ümumiyyətlə çox yerdə ondan istifadə olunmurdu. Şotkalar var idi, ondan istifadə edirdilər. Bunu bura, bunu bura. Və deyirdilər ki, bu düşüncəyə ziyandır, bu əgər... Amma baxın, yalnız kənd təsərrüfatında onu tətbiq etməklə hesablayıcı maşınları, yəni istehsal gücünü nə qədər irəliyə apara bildilər. İndi əgər sən texnikadan düzgün, doğru istifadə edə bilirsənsə, o səni irəli aparacaq. Ya istifadə edə bilmirsənsə, o sənə əlbəttə ki, mane olacaq. Yəni bu mənada yenilənən dünya ilə yerimək lazımdır. Ondan geriyə qalsan, geridə qalacaqsan yəni. Ya da yerisən, nailiyyət əldə edə biləcəksən. Mütləq həm məktəblər, həm insanlar, deyək ki, indi süni zəka var, hamısından istifadə etmək lazımdır. Bunların hamısını insan yaradıb və insan üçün yaradıblar. Belə bir mühitdə həm də kitab oxumağı təbliğ edirsiniz. Əlbəttə, kitab axı onların hamısının təməlindədir. Kitab onların hamısının təməlindədir. Dünya bilirsiniz, hamısı kitabla dəyişibdir. Yəni, əgər çap makinası, indiki makinanın ibtidai forması kəşf olunmasaydı, onda dünyanın bugünkü inkişafı təbii ki olmazdı. Mümkün də deyildi olsun. Yəni, hər şey bu kəşfdən sonra dəyişibdir, başlayıb. Nietzsche deyirdi ki, yaxşı kitab bizim qanadlarımızı açır, pis kitab isə qanadlarımızı qırır. Amma hər iki halda kitab bizə öz kimliyimizi tanıdır. Əlbəttə, ümumiyyətlə mənə elə gəlir ki, yəni biz vərdişlərimizdən yığılmışıq. Biz özümüzün vərdişlərimizik. Əgər sən öz həyatına 15 dəqiqə vaxt gətirib hər gün kitab oxusan, sən ilə 20 kitab oxumuş olacaqsan. Və dünyanın ən zəngin insanları hər il 120 kitab oxuyurlar. 80-dən yuxarı oxuyurlar. Yəni zəngin insanlar kimdir məsələn deyək ki, Elon Musk, ondan Bezos, Warren Buffett və s. Bunların tarixçələrini izləsən, görərsən ki, bəlli bir vaxtda bunlar məhz kitab oxumağa vaxt ayırır. Mənə çox zaman oğlum sual verir ki, mən niyə kitab oxumalıyam? Və ona deyirəm ki, əgər sən həyatını yaxşı qurmaq istəyirsənsə, yaxşı yaşamaq istəyirsən sənin özünün işin olsun, yaxşı biznesin olsun və yaxşı pul qazana biləsən, eyni zamanda qazandığını insanlarla paylaşa biləsən, kasıb insanlara yardım edə biləsən, ondan evdə qalanlara, sonra fiziki imkanı məhdud olanlara, yaşları çox olanlara, az olanlara kömək edə biləsən, onda sən gərək kitab oxuyasan və yaxşı qazanasan yəni. Kitab bizə buna görə lazımdır. Ona görə lazım deyil ki, sən sabah gedəsən prokuror olasan. Lazım deyil yəni. Olma prokuror. Ona görə deyil ki, sən gedib sən sadəcə özünü idarə etməyi öyrən və ətrafında və özün istədiyin bir işi qur, yarad. Həm dünyaya faydan olsun, həm də insanlara, insanlığa.
həm də özünə. Oğlunuzun sağlam fərd kimi yetişməsi üçün nəyi dayaq hesab edirsiniz? Mədəniyyət, incəsənət, teatra getməlidir, gəzməlidir, görməlidir, imkan daxilində çoxlu səyahət etməlidir, tanıdığı, yaşadığı mühiti yaxşı tanımalıdır, öz millətini bilməlidir, coğrafiyasını bilməlidir, tarixini bilməlidir. Bunlar mütləq vacibdir. Yəni o özünü çox ürəkli hiss etməlidir. Burada yarımçıq hiss etməməlidir. Və əks halda onun tamam, kamil, mükəmməl bir insan olması qeyri-mümkündür. Mən baxıram şəhərin mərkəzində insan yaşayır, yanında böyük akademik teatr var, amma onun tamaşasına getmirlər. Düz 5 addımlığındadır. Kinoteatrlar var, amma kinolara gedib baxmırlar. Yəni hər halda tamaşa ki canlıdır, sən ona mütləq gedib canlı baxmalısan, düzmü? Ona da getmirlər yəni. Amma getməlidirlər, təşviq olunmalıdır bunlar. İnsanlara anladılmalıdır. Məsələn, konsertlər olur falan. Mütləq bunlara gedib baxma. Tarixi yerlərimiz var. Tarix muzeyinə baxsınlar. Zeynalabdin Tağıyevin deyək ki, evi olubdur və yaxud da Metropol Otelinin ədəbiyyat muzeyi olubdur. O dövrdən qalan birinci neft bu mu, ikinci neft bu mu, oradan qalan tikililər, tarixi abidələr və s. qalalarımız var. Bunları gedib gəzə bilərlər yəni. Şahbaz bəy, biz sizi həm də sosial şəbəkələrdən səyahətlərlə xatırlayırıq. Çox maraqlı kültür səyahətləriniz olur. Mənə maraqlıdır ki, oğlunuz bu proseslərdə iştirak edirmi? Bu proseslərdə o yorulmurmu? Ümumiyyətlə, uşaqla səyahət etmək necə bir hissdir? Bir yerə gedirdik, xanımım dedi ki, uşaq əziyyət olar, onu aparmayaq. Mən dedim, Nigar, bilirsən, mən xatırlayıram, anamla keçirdiyim o anlar, atamla, anamla, baxmayaraq ki, yağışlı anlar, soyuq anlar olub, palçıqlı yollar olub, dağlar olub, qorxular olub, gecə çöldə qalmışıq falan, nə bilim nə. Amma onun əziyyəti yox, mənim onun ləzzəti yadımda qalıb ki, mən onlarla bir yerdəyim yəni. Uşağın harda olmağından asılı olmayaraq, uşaq o zaman xoşbəxtdir ki, o valideynlərinin yanındadır. Mütləq bunu nəzərə almaq lazım və ondan sonra uşaq həmişə bizlə hər yerə səyahət edir. Hətta biz işlə bağlı gedirik. Məsələn, Misrə getmişdik, kitab sərgisinə, düzmü? Uşağı da aparmışdıq ora. Ona da ayrıca masa qoymuşdular, orada oturmuşdu. Və yaxud da Şarjada beynəlxalq kitabçılar konfransı idi, ora getmişdik. Onu da hətta orada yaxınlaşıb bizə deyirdilər ki, nə yaxşı ki siz uşağı da gətirmişsiniz özündən. Bundan sonra biz də gətirəcəyik. Belə hallar da olur yəni. Oğlunuzda ürəyinizi açan, sizi sevindirən hansı məqamları məhz Evrika liseyi ilə əlaqələndirirsiniz? Evrika yaxşı məktəbdir. 2-3 məktəbə getdik. Onda olan qeyri-adilik onların standartına uyğun gəlmirdi. Mənim uşağım biraz hiperaktiv idi və hər şey çox tez mənimsəyir və s. Ona görə bu onları qane etmirdi. Buradan keçəndə mən yoldaşıma dedim ki, gəl bu məktəbə də girək, yəni bir baxaq. Və girdik və uşağı məktəbə götürdülər. Mən buna çox sevindim. Çünki bu məktəb onun deyək ki, o vəziyyətin öhdəsindən gələ bilməkdən qorxmadı, çəkinmədi, irəli durdu və özünü əziyyətə verdi. Əziyyətə vermədən mümkün deyil bir iş görmək. Yəni, əziyyət çəkmədən, özünü irəli atmadan qabağa düşə bilməzsə mümkün deyil yəni. Yəni, o məndə və mən çox sevinirəm ki, mənim uşağımın burada yaxşı dostları var, daim onlarla danışırlar, sonra onlarla gəzməyə gedirlər. Həm məktəb içərisində, həm məktəbdən kənar, yəni bu mənim üçün çox vacibdir ki, onun məktəb dostları var və bu dostluq telləri həmişə möhkəm olacaq, əminəm. Şahbaz bəy, vətəndaş kimi mənə maraqlıdır. Bugün təhsildən hansı gözləntiləriniz var? Nələri arzu edərdiniz? Bizim təhsilə mütləq əyləncə gəlməlidir. Çünki əyləncə gəlmədən yəni keyfiyyət ola bilməz təhsildə, mümkün deyil. Yəni oyunla elmi bir araya gətirmək. Bir bilginin əldə olunması üçün bədən üzvləri tamamilə orada iştirak etməlidir. Düşüncədə, gözdə, əldə hiss etməlisən filan. Bunlar da hamısı əyləncə ilə bir arada yalnız bir yerə gələ bilər. Yəni bu mənada mən bu tip təhsilin
tərəfindəyəm. Yəni Sovet dövründə uşaqları döyə-döyə onları öyrədirdilər, amma indi mümkün deyil belə bir şey olsun. Və yaxud uşaq mənim yadımdadır ki, müəllimlər uşaqları qoyurdular da biz divar dibinə qoyurdular, qapı dibinə qoyurdular, nə bilim əlini qoyurdu, vururdu, nə bilim hər şey edirdilər yəni. Təhsil verməkdən ötürü mən başa düşürəm niyyətləri yaxşıdır, amma usul fərqli idi. Yəni belə bir usul ola bilməz. Gəzdirmək, göstərmək və öyrətmək və əyləndirmək. Bu yolla uşaqlara yaxşı bilgi və təhsil vermək olar. Və belə də olmalıdır. Və mən çox istərəm ki, təhsil ümumiyyətlə o əvvəlki standartlarından dəyişsin. Çünki təhsil əslində nədir? İradə tərbiyəsidir. Yəni iradənə sən qalib gəldin, onu bəlli bir vaxt çərçivəsinə sığdırdın. Ondan sonra qalan şeyləri, hər şeyi sən özün əldə edə bilərsən. Müəllim sadəcə hər bir uşağın içərisinə baxır və onun içindəki istedadı görür, o işığı yandırır və sonra onu buraxır cəmiyyətə ki, deyir ki, get sən özünü isbat elə, özünü göstər və s. Müəllim bunun üçün lazımdır uşaqlara. Yəni istedadlı və bacarıqlı müəllim o müəllimdir ki, o qarşısındakı insanın və uşağın həmin o işığını və nöqtəni bilir, hansı nöqtəyə toxunmaq lazımdır. Tapır o uşağı, kəşf edir. Yəni düşünürsünüz ki, təhsilin məqsədi hər hansısa bir tələbənin beynəlxalq universiteti qazanması demək deyil. Onun həyatda özü üçün yer tapması, xoşbəxt olması deməkdir. Mənə elə gəlir ki, ümumiyyətlə təhsil ona görədir ki, insan özünə gedən yolu kəşf etsin, öz bacarıqlarını kəşf etsin və olduğu yerdə özünün xoşbəxtliyini görə və duya bilsin. Bax, budur yəni. Biz tədricən yaşımız artdıqca, təcrübəmiz çoxaldıqca özümüzü kəşf eləməyə başlayırıq. Yəni, mənim hansı qabiliyyətim var, mənim hansı istedadım var, mən niyə bunu bu vaxta qədər gizlətmişəm, səbəb nə olub buna, nədən utanmışam, niyə mən rahat danışa bilməmişəm, ürəyimdəkiləri gizlətmişəm. Niyə mən bu işlə məşğul olmamışam vaxtında? Bilirsiniz, təhsil əslində buna görə söhbət beynəlxalq təhsildən getmir. Dünya təhsil, söhbət kəşfdən gedir yəni. Mən özümü kəşf edirəm, mən ətrafı kəşf edirəm, mən ətrafa gərəkli olan bir şeyi yaradıram. Bu çox vacibdir. Yəni, ola bilər ki, heç bir yeri bitirməsin, amma o getsin hansısa bir sevdiyi bir işlə məşğul olsun və orada insanlara faydalı olsun, özünə faydalı olsun. Bir də ki, siz oxumaq əslində həqiqətən də insan özünün beynindəki o qaranlıq qapıları açmaq, aydınlatmaq demək. Kitab oxumaq, daim kəşf eləmək. İnsan özünü kəşf edir, öz bacarıqlarını kəşf eləyir. Oxumaqla, təhsillə, o cümlədən. Və əlbəttə ki, dünyanı biz faniyik, amma qalan bu dünyadır. Biz bu dünyadan olduğumuza görə, bu dünyada nə varsa onları duyub, dərk eləmək, anlamaq və onların faydasını görmək, bu çox vacibdir. Və onları eyni zamanda insanlara çatdırmaq. Yəni, baxırsan bizim insanlar gedirlər və belə çoxu başları aşağı düşünə-düşünə. Bu insanlar dərhal başa düşürsən ki, onlar o düşüncələrinin əsirliyindədir. Yəni, hansı düşüncə, niyə bu yoxdur, niyə bunu yetə bilmədim, niyə bunu... Amma bir dəfə başını qaldırıb, yəni, bəlkə də özünə doğru dürüst yanaşa bilməyib, baxa bilməyib ki, mən niyə şikayət edirəm? Yəni, mənim buna bacarığım var, biraz tərpənim, biraz hərəkət edim. Hər bir bağlı qapıdan sonra mütləq nəsə var, yəni onu açmaq lazımdır. Qorxmaq lazım deyil, hərəkət eləmək lazımdır. Yəni, mən bunu həmişə görmüşəm, ən pis məqamda həmişə ondan sonra yaxşı bir məqam gəlibdir. Yəni, bu belədir. Budda da belə deyirdi, həyatda hər şey nisbidir. Dəyərlər var, onlar sabit qalır. Məsələn, o dəyərlər nə dəyərlərdir? Sənin, mütləq, yəni, sənin insanlara münasibətində sənin dəyərlərin olmalıdır. Valideynlərə münasibətdə dəyərlərin olmalıdır. Dosta, təbiətə, təbiətdə canlılara, hamısına münasibətdə dəyərlərin olmalıdır və bu dəyərləri aşmamalısan, ona əməl eləməlisən. Bu vacibdir. İnsanı özünü də dəyərə çevirən onun əməl elədiyi dəyərlərdir. Sən əgər o dəyərlərə əməl edərsənsə, onda sən də dəyərli bir insan olarsan. Etməzsən də, sən də öz dəyərini itirərsən. Şahbaz bəy, 21-ci əsr insanı bugün çox qaça-qaçla, çox sürətli şəkildə yaşayır, hər şeyə tələsir, hər şeyin açmasını tapmağa çalışır. Mənə maraqlıdır, siz bu prosesdə
Hansı zaman özünüzü daha çox hür, azad hesab edirsiniz? Hər səhər çox erkən oyanıram, saat 4-ə 15 dəqiqə qalmış oyanıram. 1 saat mütləq mütaliə edirəm, öz yazı qeydlərim, gündəliyimi yazıram və sonra saat 6-ya qalmışdan idmana gedirəm, 1 saat mütləq qaçıram və sonra yoga edirəm və 8-də işdə oluram. İndi bəzən Cavadı dərsə gətirirəm 8-ə qalmış. Özümə sərf elədiyim vaxt o vaxtdır ki, mən onu heç kəsin vaxtından uğurlamıram. Onu öz vaxtımdan uğurlayıram. Həyatımızı dəyişə biləcək 5 kitab adı desəniz, bu kitablar hansıları olardı? Ən ağır sual. Baxır kim öz həyatını hara dəyişmək istəyir. Amma mən fikirləşirəm ki, məktəblilər mütləq bədii ədəbiyyatla yanaşı, hərçənd ki, dərsliklərdə onlar yoxdur. Özünün inkişaf kitabları mütləq oxumalıdırlar. Məsələn, mən çox istərəm ki, yeniyetmə uşaqlar oxusunlar. Yeniyetmə uşaqların 7 vərdişi. Əla kitabdır. Yəni, necə yaxşı vərdişlər yaratmalı. O cümlədən mən çox istərdim onlar oxusunlar məqsədlər kitabını. Çünki nə qədər insan daha tez öz məqsədini bilirsə, bir o qədər də tez ona doğru hərəkətə başlayır. Deyir, uzun yollar bir addımdan başlar. Bu o deməkdir, yəni. Sən artıq bilirsən ki, mən rəssam olacam və sən ona fokuslanmısan və o yolu gedirsən. Sən bilirsən ki, mən futbolçu olacam, ona fokuslanırsan, o yolu gedirsən. Əsas odur ki, sən içindəki adamı kəşf et. Gör, o sənə nə deyir, o nə olmaq istəyir və sonra onunla bir yerdə əl-ələ verib bu yolu gedirsən. Məqsədlər kitabı çox vacibdir. Bir də ki, əlbəttə ki, uşaqlar mütləq oxumalıdır Balaca Şahzadə. Çox gözəldir Balaca Şahzadə. Canlar və adamlar çox gözəldir. Mirvari əladır. Tom Sawyer da yaxşıdır. Mark Twain niyə yaxşıdır? Çünki o komanda yaratmağı öyrədir. Onun komandası əlində qılınc deyil, onun komandasının əlində taxtadır və bu taxtalarla qarşı tərəf bir-biri ilə döyüşürlər. Bu çox vacibdir. Komanda oyunu oynamaq. İndiki dövrdə texnika insanları fərdləşdirir, amma eyni zamanda bir komanda oyunu da var. Bir işi, böyük işi böyük komanda ilə görmək mümkündür. Əks halda mümkün deyil. Bu kitablar mütləqdir. Bir də ki, məsələn, məncə onu hər adam, hər halda 12 yaşından sonra hər adam oxuya bilər. Atomik vərdişlər vacibdir, çox vacib kitabdır. Düşün və Varlan, Napoleon Hill. Bu kitablar elə bir kitablardır ki, ailə kitablarıdır. Bunlar mütləq hər evdə olmalıdır. Bəzən sən ondan bir səhifə oxuyarsan, amma sənin bütün bir günün işıqla dolar, bir günün enerji ilə dolar. Sən beyninə mütləq enerji verməlisən, qida verməlisən. Beyin, əgər sən oxumasan, beynin qidasız qalacaq. Baxın, yəni su verilməyən bitki nə olar? Kübrə verilməyən meyvə nə olar? Beyin də o şəkildədir. Oxumazsan, kütləşərsən. Birazdan yaddaşın da kütləşəcək və heç nə oxuya bilməyəcəksən, heç nə yadında qalmayacaq. Yəni, bu mənada daim evdə bu tip kitablar olmalıdır ki, o səni hər səhər sənə stimul versin, səni günə hazırlasın. Şahbaz bəy, bugün sizi həm naşir, həm vətəndaş, həm valideyn kimi dinləmək bizə çox xoş oldu. Zaman ayırıb təşrif buyurduğunuz üçün minnətdarıq. Çox sağ olun, uğur olsun sizə də, uğurlar.